Bu Ellori'dir. Salamünaleyküm əziz bağbanlar. Özbekistan bağları Ellori sortu artıq yığılıb. 11 may. Şöyle çəkkinə. Sonra mənim nəticə necə oldu bu Ellori'da? 10 gündür bu bağda yox. 10 gündür. Buraya yaxınlaşsan. 10 gündür dayanmadan yığım edirik. Əslində bu bağın məsul şəxsi Dövran Əkədir. Adı nədir qardaşım? Dövran. Dövran şad oldum. Hörmətli. Yəni ətraflı məlumatı Dövran Əkə verəcəklər. Buradan yığım haqqında, məhsuldarlığımız haqqında bizə Gəl Dövran, yaxınlaş buraya. Xoş gördük. Burada yığım necə oldu? Neçə günə yekunlaşdı? Neçə nəfərlə yığırdınız gündə belə? Yığım neçə nəfərlə gedir? 1000 nəfərlə, maşallah. Deməli, ayın neçəsindən başladınız? 30'undan yığıma başladı. Bir də tam Ellori qutarıb, yoxsa hələ də yığım gedir? Yığım gedir. Yığım gedir. Hardasa 2 gün qaldı. 2-3 gün qaldı, Ellori'ni Yekunlaşdırır. Kalibri də pis deyil ha, yəni normaldır həqiqətən. Gördüyümüz kimi. Maşallah, xeyirli olsun. Çatlama falan olmadı Abbas, nətər oldu? Bir də siz Rusiya bazarına gedirdi Ellori, yoxsa başqa Avropa bazarına da Rusiya bazarına da gedir. Orada gedir. Avropa bazarına göndərmişsiniz? Xeyr, hayır. Bu paketlənməsi ayrı-ayrıdır, ona görə soruşuram. Güzel. Mesela Rusiya bazarına paketlənməsi ayrıdır, siyahlar ayrıdır. Samolyotla göndəriliyor ayrıdır. Samolyot mu? Tırla göndərilir ayrıdır. Bunların hamısı ayrı-ayrı paketlənməsi də ayrıdır. Korupması da ayrıdır. Aha, başa düşdüm. Şəhərlərə görə bu tərtib. Maşallah, xeyirli olsun. Xeyirli olsun. Amma belə ümumi bütün hər yerə nə satsaq fərqi yoxdur. Etiketlənməmiş malımız yoxdur. Bizim korupkalarımızı görəcəksiniz. Aha. Yəni hamısı bütün məhsullarımız etiketli məhsullardır. Yerli bazara belə etiketsiz mal vermilir. Şirkət kimi adından gedir də. Gözəl, gözəl. Şirkət də deməli Azərbaycanlılarındır. Elşən bəyə də xüsusi təşəkkürümüzü bildiririk şərait yaratdığına görə. Həqiqətən Xoş gəlmisiniz. Sağ olun. Abbas bəy də ki, Elşən müəllimin oğludur. Xeyirli olsun, fəxr edirəm. Həqiqətən Azərbaycanlıların belə gözəl işlərdə olduğunu görür, fəxr edirəm və danışmışdıq Zaur müəllimlə. Bilirdim ki, bağ yiyəsi Azərbaycanlıdır. Şəxsən gəlib görmək istədim. Yəni Özbəkistanda Azərbaycanlı dərdi çəkmək lazımdır. Özbəklərin hamısı Azərbaycanlı kimi. Yəni o qədər doğma yox. Ben yolda Yəni gəldim. başqa ölkədə nə qədər Türk ölkələrində gəlir, bu qədər özünü rahat ölkəndə çəkmiş hiss edirəm. Özbəkistanda çoxdur. 5 saat yol gəlmişəm. Daşkənddən bura. Yolda istərsəməz dayanırdım Mahmud bəylə. Azərbaycanlıyam deyən kimi, yəni qonaqpərvərmi? Həqiqətən. Xüsusilə bizə məhəbbətlər bağışlayır. Sağ olsun. Hər yerdə də hiss olur. Uğurlar olsun. Davam eləyək. İndi deməli ofisə keçirik də. Yox, bir də elə Qaysı. Şeydə. Gedəcək. Sizə nə baxın? Ləngər. Orada illər bizə qalıb. Svet.